İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç baş tutub. İlk mərhələdə Xocavənd şəhərinə 194 nəfər olmaqla 50 ailə, Xocavənd kəndinə isə 94 nəfər olmaqla 20 ailə köçürülüb. Yeni köçən sakinlərə Anamanın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, azad edilən ərazilərdə müasir infrastruktur qurulur, yaşayış evləri, sosial obyektlər inşa edilir və sakinlərin rahat, təhlükəsiz şəkildə məskunlaşması üçün hərtərəfli şərait yaradılır.